Bu dərsimizdə mətnə animasiya verəcəyik. İlk olaraq gəlirəm index.html-ə və SVG etiketini qururam. Və daha sonra gəlirəm burada text etiketini quraraq gəlirəm text yazıram bura və bu tekstin içərisinə də RNR TV web yazıram. Və SVG-yə genişlik olaraq 100% yazıram. Hündürlük olaraq da 100% verirəm. Gəlirəm öz səhifəmizə. Səhifəni yeniləyirəm. Burada RNR TV yazım gəlmədi. Buna səbəb tekstdə X koordinatında 50% və Y koordinatında 50% yazıram. Baxın bu şəkildə gəldi. Ancaq bu hal-hazırda düzgün ortalamamışdır. Gəlirəm burada horizontal istiqamətdə ortalamaq üçün text ankordan istifadə edirəm. Bu şəkildə yazılır və buna middle açar kəlməsini verirəm. Baxın, bu şəkildə sağdan sola doğru mərkəzləşmiş oldu. Ancaq bu horizontal istiqamətdə mərkəzləndi. Vertikal istiqamətdə, yəni yuxarıdan aşağıya doğru ortalamaq üçün də gəlirəm burada dominant base line-dan istifadə edirəm və buna da eyni qaydada middle yazaraq bu şəkildə tam ortalamış oldum. İndi gəlirəm style.css-ə. Burada arxa plan rəngini qara yazıram və text etiketimə font size olaraq font size 100 piksel verirəm. İç boşluğunu fill yazaraq RGB A-dan istifadə edirəm və bura 0,0,0 opacity-ni isə 0.1 verirəm. Daha sonra xəttin qalınlığını stroke width 1 piksel verirəm və rəngini isə, yəni xəttin rəngini misal bu rəngdə olsun. Baxın, bu şəkildə xəttin rəngini almış olduq. İndi misal burada tutalım ki, V hərfinin bu istiqamətini, yəni küncünü yuvarlaşdırmaq istəsəm, gəlirəm burada stroke, burada line join-dan istifadə edirəm və bura round yazdığım zaman, baxın, fikir verin, künclər belə deyək, yuvarlaşmış oldu. Misal, V hərfində bu şəkildədir. Yenə təzədən yoruma alıram. Baxın, künc iti şəklində gəlmiş oldu. Ancaq mən gəlib bura round yazdığım zaman bu şəkildə yuvarlaşmış olacaqdır. Və eyni qaydada misal, R hərfində də yenə yuvarlaşmış olacaq. Yenə yoruma alıram. Və bu şəkildə gəldi. Bir daha yorumdan çıxartdığım zaman belə bir görüntünü almış olacaq. T hərfində misal bunu tam olaraq görmədim. Bir daha yorumdan çıxardıram, yoruma alıram. Burada künclərdə baxın yuvarlaşmış oldu. Bir daha yoruma alıram. Baxın, fikir verin. Künclər iti şəklində gəlmiş oldu və yorumdan çıxartdığım zaman da yuvarlaşmış olacaqdır. Yəni bunu gözlə görmək bir qədər çətindir. Mən bunu olduğu qədər yaxınlaşdırdım ki, tam aydın görmüş olaq. Daha sonra gəlib ekranın həcmini 100% verirəm və gəlib burada stroke dash array ilə misal 50 piksel xətt olsun və 10 piksel də boşluq xətti bu şəkildə gəlmiş olsun. Yəni 50 piksel
xətt çəkilmiş olsun, 10 piksellik boşluq çəkilsin, təzədən yenə 50 piksellik xətt çəkilmiş olsun və belə təkrar etsin. Bu şəkildə görüntünü aldıq və son olaraq gəlirik burada animasiya verməyə. Bura animation yazırıq və animasiya adı animate olsun. Buna 10 saniyə də 10 saniyə çoxdur. 3 saniyə yazaq və hərəkəti liner olsun. Sonsuz təkrarlansın. Infinite yazaraq bunu sonsuz təkrarlamış oluruq. Və gəlirik burada alfa keyframes'dən istifadə edirik. Burada keyframes. Nə oldu? Aha. Keyframes animasiya adını yazırıq bura. Və 100%-də stroke dash offset'dən istifadə edirəm. Bunu bu şəkildə göstərim sizə. Hal-hazırda ekranı yaxınlaşdırıram və V hərfinə fikir verin boşluğa. Gəlirəm burada deyək ki, stroke dash offset yazıram və bura 10 yazıram. 10 yazdığım zaman baxın, yuxarı hərəkət etmiş oldu. Tutalım ki, 15 yazsam, biraz yuxarı hərəkət etdi və 20 yazsam, bu istiqamətlərə gəlmiş olacaqdır. Misal, 20 yazıram. Baxın, yuxarı boşluq yuxarıya doğru hərəkət etdi. O zaman mən gəlib burada bunu yoruma alıram. Daha doğrusu yorumdan çıxardıram və bunu silib bura kopyalayıram. Və kodumuzu səliqəli hala salırıq. Baxın, bu şəkildə yavaş sürətlə gəlmiş olacaqdır. Çünki həm də 3 saniyə vermişik. 3 saniyə ərzində hərəkətdir və daha sonra təkrar yenidən hərəkət etmiş olur. Gəlib bura deyək 10 yazsam və buna da 1 saniyə versəm, baxın, bu şəkildə belə bir görüntünü almış olacaq. Bir də misal dash offset yazsaq bura, daha doğrusu dash array yazsaq və bura mən 50 yazıram. Baxın, belə bir görüntüyə sahib olmuş olacaq. Yəni artıq dash array və yaxud da ki dash offset vermək sizin əlinizdə olacaqdır. Bu dərsimizdə də mətnə necə animasiya verilir, bunu öyrənmiş olduq. Gələn növbəti layihəmizdə görüşənə qədər hələlik.